Salam hər kəs, Asfayta xoş gəldiniz. Həftənin icmal xəbərləri ilə qarşınızdayıq. Belə ki, ötən həftə Paddy Pimblett və Arman Sarukyan arasında iplər gərildi. Paddy müsahibəsində Armanın olduğu yeri haqq etmədiyini, ata pulu ilə hər şeyi əldə etdiyini və əxlaqsız ananın balası olduğunu iddia edən açıqlamalar bildirdi. Bunun üzərinə Arman əgər cəsarətin varsa mənlə döyüşərsən deyə açıqlama verdi. Bundan başqa Pyotryan Umar Nurmagomedov'u qəfəsə çağırdı. Nurmagomedov əlindəki zədənin tam sağalmasından sonra bunun mümkün olacağını bildirdi. Azərbaycanlı idmançımız Əli Quliyev çox uzun aradan sonra may ayının 25-də FCR təşkilatında özünü yenidən sınamaq qərarına gəlib. İdmançımıza uğurlar. Sonunda 21 iyun Azərbaycanda keçirilməsi planlanan UFC-nin döyüş gecəsi rəsmiləşdi. UFC rəsmiləri Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov ilə Dana White'in birgə şəkildə yayımlayaraq bu xəbəri təsdiqlədi. Bunun üzərinə Rafael Fizeyev Bakıda görüşərik deyə bir post paylaşdı. Qeyd edim ki, Fizeyevin bu döyüş gecəsi üçün rəqibi artıq məlumdur. O, UFC sıralamasında 15-ci yeri olan Ignacio Bahamondes ilə qarşılaşacaq və son olaraq aprel ayının 13 UFC 314 gecəsinin əsas kartında yer alan Dominic Reyes rəqibini nokaut edərək qalib ola bilib. Və gecənin ən gündəmdə olan döyüşlərindən biri olan Paddy Pimblett, Michael Chandler qarşılaşmasında Paddy Pimblett rəqibini 3-cü raundda texniki nokaut edərək əzici üstünlüklə qalib gələ bilib. Gecənin son döyüşü isə kəmər mübarizəsi üçün qarşılaşmalı olan Alex Volkanovski və Diego Lopes arasında gerçəkləşib. Bu mübarizədə Alex Volkanovski yenidən çempionluq zirvəsinə qalxmağı bacarıb. Movsar Evloyevdən reaksiya gecikməyib. Və Volkanovskinin məşqçisi öz açıqlamasında kəmər üçün qarşılaşmalı olan biri varsa, o Movsar Evloyevdən başqası deyil deyə bildirib. Bugünlük bu qədər. Siz həftəlik icmala baxdınız. İzləmədə qalın, salamat qalın.